Qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız MyGov.az portalı üzərindən həyata keçirilir. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti MyGov platformasında istifadəyə verilib. Qeydiyyat avqustun 28-dən 8 sentyabr saat 18:00-dək davam edəcək. Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə MyGov ID vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın xidmətlər bölməsinin qurumlar kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan ali və orta ixtisas təhsil müəssisələrinə təhsil alanların qeydiyyatı xidmətinə keçid etməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək deyə əlavə edilib. Ali məktəblərə qəbul ola bilməyən abituriyentlər üçün vakant plan yerləri üzrə ixtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə vakant yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerləri ilə yanaşı, orta ixtisas təhsil müəssisələrinin ixtisaslarının kodlarını da göstərə biləcəklər. Qeyd edək ki, ali məktəblərdə boş qalan vakant plan yerlərinin siyahısı yaxın günlərdə dərc olunacaq. Abituriyent jurnalının 7-ci sayında təqdim ediləcək.